ki, Peyğəmbəri müqəddəs bilmək. Peyğəmbəri müqəddəs bilməyin mənası nədir? Biz ki, Peyğəmbər müqəddəsdir, bu əqidəni qəbul edirik, bu düşüncədəyik. Yəni, Peyğəmbər məsumdur. Peyğəmbər xəta etməyib, Peyğəmbərin günahı yoxdur. Çünki Peyğəmbərlik, nübüvvət, yəni risalət elə bir missiyadır ki, günah edən şəxs o missiyaya, o Peyğəmbərliyə layiq ola bilməz. Yəni, bir insan özü əgər günah iş görürsə, xəta edirsə, o insan cəmiyyəti necə islah edər? Ona görə biz deyirik, Peyğəmbər müqəddəsdir, yəni Peyğəmbər günahlardan uzaqdır, xətadan uzaqdır, səhvdən uzaqdır. Əgər biz Peyğəmbəri müqəddəs bilməsək, bizə deyərlər, bəli, Peyğəmbər xətası olub, Peyğəmbərin günahı olub, Peyğəmbərin səhvi olub. Necə ki, dediyimiz kimi, bugün də bu əqidədə olan insanlar var ki, Peyğəmbəri xətakar da bilirlər, Peyğəmbəri günahkar da bilirlər. Niyə? Bu Peyğəmbəri müqəddəs bilməməyin fəsadıdır. Necə ki, biz tarixə baxsaq, Əhl-i Beyt də bu cürlədir. Yəni, Əhl-i Beyti, Peyğəmbərin Əhl-i Beytini müqəddəs bilməmək səbəb oldu ki, Əhl-i Beytə qarşı düşmənçilik yarandı, Əhl-i Beytə qarşı zülm yarandı və Əhl-i Beyti müqəddəs bilməmək səbəb oldu ki, İmam Hüseyn əleyhissalam Kərbalada şəhid oldu və digər imamların da başına gələn o tarixdə o hadisələr ki var, bunların hamısı nədir? Əhl-i Beyti müqəddəs bilməmək əqidəsidir. Əgər Əhl-i Beyti müqəddəs bilən, Əhl-i Beytin dəyərini olduğu kimi qoruyub saxlayar, Əhl-i Beytə hər cür hörmətsizlik etməz, Əhl-i Beytin hörmətini saxlayar, izzətini qoruyub saxlayar. Ona görə Əhl-i Beyti müqəddəs bilmək bu mənadadır ki, Əhl-i Beytin dəyərini olduğu o məqam ki var, onu qoruyub saxlayar.